Salam değerli dostlar, hoş gördük her birinizi Qanun TV'nin efirində. Değerli dostlar, ilk önce bir değerli bir videonu size təqdim edirik, ondan sonra keçirik əsas məsələyə. Buyurun, baxaq. Vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Yəni bilirsiniz ki, vətəndaşlarla təmasların müntəzəm olaraq aparılır və vətəndaşlardan mən eşidirəm həm problemləri, həm də ki, müsbət tərəfləri. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir. Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir. Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. Değerli videoya baxdınız və hər biriniz də eşitdiniz ki, Cənab Ali Başkomandan burada nələr deyir və mən də öz növbəmdə elə məhz bu sözləri əlimdə rəhbər tutaraq buradan müraciət edirəm və səslənirəm Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərindən tutmuş bütün məsul şəxslərinə. Rəhbərlik təzə dəyişibdir, tanımıram mən o şəxsi, amma yenə də mən buradan bunları demək məcburiyyətindəyəm və əlal-xüsusda Cahangir İsmailov, Kamal bəy və Kadrlar Şöbəsinin müdürü Xatirə xanım, eləcə də həmin deməli Mənzil Kommunal Təsərrüfat Birliyinin tabeçiliyində olan 126 saylı JEK-in deməli müdürü hal-hazırda başqa bir ay yarım olsa da başqa işə keçirilməsinə baxmayaraq yenə də deyir ki, nəzarət məndədir. Hətəm Hətəmova üzümü tuturam buradan və sizlərə deyirəm. Bugün bu məsələ barədə bilirsiniz ki, işçilərin deməli xəbərsiz, heç bir araşdırma aparmadan, ərizəsi alınmadan istədiyiniz şəkildə öz daxili qanunlarınız nəticəsində işçilər bugün, bir çox insanlar bugün işsiz qalıblar və bu məsələ ilə bağlı da artıq neçə gündür vətəndaş müraciətləri, bax, əvvəlki video çəkilişimin rəy bölmələrinə yazın, nə qədər insanlar orada öz fikirlərini bildirirlər. İlk növbədə demək istəyirəm, nə istəyirsiniz bu cəmaatdan? Günü 12 manata işləyən fəhlədən nə istəyirsiniz? Təbii ki, bu barədə mənim ayrıca bir çıxışlarım da olacaq inşallah. Amma məqsədim bugün o deyil. Məqsədim bugün əmək məcəlləsini bilməyənlərin nəzərinə çatdırıram. Ola bilsin ki, sizin əmək məcəlləsindən heç bəlkə də xəbəriniz yoxdur. Xəbəriniz olsa belə də əhəmiyyət verməmisiniz və nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin tələbi var, hansı ki, vətəndaşların əmək hüququ deyilən bir maddə yer alır orada. Azərbaycan Respublikasının Konstitusiyasında, hansı ki, sizlər bunları hamısını göz ardı etmişsiniz və heç bir məhəl qoymamsınız, hansı ki, həmin o işçilər bax bu vəziyyətdə heç bir sənəd təqdim olunmadan, araşdırma aparılmadan, ərizəsi alınmadan, əmrlə tanış edilmədən işdən uzaqlaşdırmışsınız və yenə də deyirəm, artıq deməli bir həftə sonra artıq mənim o video çıxışımdan sonra artıq nümayəndə göndərirsiniz ki, gəlib deməli burada sənədlər toplasınlar. Amma bilin ki, nəzərinizə çatdırım ki, sənədlər o zaman toplanmalıdır ki, işçinin işinə xitam verilməmişdən öncə həmin o işçi barədə əgər nöqsanı varsa, əmək məcəlləsində nəzərdə tutulmuş maddələr var, qanunlar var. 62-ci maddə, 68, 70, 71, 72, 186 və s. bu maddənin tələblərini siz işçinin işinə xitam vermədən öncə bax, siz bu prosedurları həyata keçirməliydiniz. Amma təəssüflər olsun ki, siz heç bunları yadınıza belə salmamısınız. Sadəcə müdür bilər, mən bilərəm kəlməsi ilə və müdürün göstərişidir deyib işçiləri işdən uzaqlaşdırılmışsınız və hətta onu da qeyd edeyim ki, süpürgəsi əlində olan, lapatkası beli əlində olan, iş başında olan işçiyə belə elə iş başında məlumat verilir ki, siz artıq bugündən işdən azadsınız. Amma ortada heç bir sənəd yox, heç bir sübut yox.
təqdimatı kim veribdi, hansı əsasla veribdi, hansı nöqsanları əlində rəhbər tutub veribdi. Bax, bunlardan heç kəsin xəbəri yoxdur. İndi dəyərli dostlar, mən artıq neçə gündür ki, bu məsələ barədə araşdırma aparıram və qısa olaraq bildirirəm. Təbii ki, bunun ardı gələcək, mən deyim ki, amma əslində işçi işdən çıxardılandan bir həftə sonra, yəni mənim o video çıxışımdan sonra düşüb sənəd toplamaq, imza toplamaq, evdə oturanlara belə zəng eləmək ki, gəlin burada imza atın, gəlin bu sənədə imza atın ki, həqiqətən də filan kəslər işə çıxmırlar və yaxud da ki, imzası yoxdur kitabda, tabeldə, nə bilim, harda. Onu qeyd edeyim ki, əgər işçi imza atmırsa, işçi işə çıxmırsa, burada məsuliyyəti işçi daşımır. Burada məsuliyyəti, bax, həmin o sözü gedən 126 saylı Mənzil İstismar İdarəsinin rəhbərliyi məsuliyyət daşıyır burada. Nəyə görə işçi işdən çıxarılır, amma rəhbərlik işdən çıxarılmır. Ona heç bir xəbərdarlıq, töhmət verilmir. Əsas məsələ bundan ibarətdir. Mən indi qısa olaraq bunları deyim sizə. Mən bu qeydiyyatı aparmışam və mətn çox uzun olduğu üçün mən bunu hazırlamışam və çox olduğu üçün mən qısa olaraq buradan oxuyacağam ki, sizlərin də diqqətinə çatdırın bunları. Videonu bəyənin, paylaşın. Qoy hər kəs bu məsələdən agah olsun və aidiyyatı qurumlara da müraciət eləmişəm. Azərbaycan Respublikasının prokurorluğuna, baş prokurorluğuna müraciətim olub və təşəkkürümü bildirəm Azərbaycan Respublikasının baş prokurorluğuna. Məsələyə dərhal reaksiya verib, deməli, bu barədə araşdırılma aparılması barədə də şəxsən mənim özümə deməli, mesaj göndərilibdir və bununla yanaşı Dövlət Əmək Müfəttişliyinə müraciətim olubdur və deməli, cavabı da almışam araşdırılması üçün və bundan sonraki artıq addımlarım da davam eləyəcək və qeyd edeyim ki, mənim o video çıxışımdan sonra Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi olan Kamal bəy deməli, xəbər göndərib ki, əgər o video olmasaydı, nə isə eləmək olardı. Mən başa düşmədim Kamal bəy. Mən ora gəlmişdim bu məsələ ilə bağlı. Siz nə dediniz mənə? Müəllim, nə qulluq eləyək? Bəyəm ora restorandır, mənə qulluq eləyəsiniz. Ora dövlətin inzibati binasıdır. Siz orada vətəndaşları qəbul etməliydiniz. Amma bir nəfər olsun orada, mən 3 saat orada gözlədim. Bir nəfər olsun səlahiyyətli nümayəndə orada kimisə qarşılamadı və mənim suallarımı cavablandırmadılar. Cavabsız qoydular. İndi bir həftə sonra nə baş verdi ki, indi düşüb sənəd toplamağa başlamışsınız siz? Hələ ki, mən bunları deyirəm, dəyərli dostlar, bəyənin, paylaşın, yenə deyirəm, bu mətn üçün ayrıca bir çıxışım olacaq və bu barədə yenə deyirəm, mənim dövlətin aidiyyatı qurumlarına müraciətlərim davam edəcək. Baxaq görək bu işçilərin, deməli, heç bir səbəb olmadan və yaxud da xəbər belə səbəb olsa belə, nəyə görə deməli, xəbərdar edilmirlər, ərizələri öncədən alınmır, akt tərtib olunmur, əmrlə tanış olunmur, edilmirlər, deməli, təqdimatın hardan gəldiyi belə bəlli deyil, məlum deyil və nəyə görə bu insanlar, günü 12 manata işləyən bu işçilər nəyə görə işdən uzaqlaşdırılmalıdırlar? Məhz cənab prezidentin göstərişidir ki, bütün insanlar qanuna uyğun şəkildə işlə təmin edilsinlər. Bəs sizlər nə edirsiniz? Əlinizə fürsət düşdükcə, bax bu günü 12 manata işləyən insanları bax belə çörəyindən məhrum edirsiniz. Ətin kilosu 18-20 manatdır. Amma fəhlə günü 12 manata işləyir. Onu da siz düşünürəm ki, öz mənafeyiniz üçün bax bu addımları atmağa davam eləyirsiniz. Nəysə dəyərli dostlar, videonu dediyim kimi bəyənin, paylaşın. Təbii ki, bu barədə mən hazırladığım mətni ayrıca bir formatda sizlərə təqdim eləyəcəm. Təşəkkür edirəm.